Hamısına baxmaq pulla da 1 manatdır müəllimədən başqa. Yaxşı, dərs rekord olunur, qulaq asa uşaqlar. Deməli, mövzumuz olacaq kompüter şəbəkələr haqqında danışacağıq biz bu günləri. Şəbəkə nədir? Gəlin bu haqda danışaq. Kompüter şəbəkələri, uşaqlar, şəbəkə odur ki, ən azı o şəbəkədə iki kompüter var, ən azı. 2 və daha çox kompüterlərin birləşməsinə alınan vəziyyətə demək kompüter şəbəkəsi deyilir. 2 və daha çox kompüterdə informasiya mübadiləsi olursa, buna nə deyəcəyik? Kompüter şəbəkəsi. Ən azı 2 kompüter olmalıdır uşaqlar. Kompüter şəbəkələrdə deməli məlumatın ötürülmə formalarını deyim. Azərbaycanca. Məlumatını deməli məlumatın şəbəkədə ötürülməsi formaları deməli 3 dənədir uşaqlar. Deməli birinci olaraq unicast olacaq, multicast ikinci. Multicast. Bir də var broadcast olmalıdır. Broadcast. Deməli unicast nədir? Unicast məlumatın bir kompüterdən elə bir digər kompüterə ötürülməsi prosesidir. Amma multicastda isə uşaqlar məlumat bir kompüterdən şəbəkəyə qoşulmuş kompüterə ötürülməsidir. Bir neçə kompüterə ötürülməsidir yəni. Unicastda bir kompüter ötürür. Multicastda isə məlumat bir dənə kompüter şəbəkəsindəki hansı ki orada bir neçə kompüter var. Onu ötürür. Broadcastda isə uşaqlar məlumat bir kompüter şəbəkəsindən bütün kompüterlərə eyni zamanda ötürülmə prosesidir. Aydın oldu? Buna həm də broadcasting də deyirlər. Broadcasting bəlkə işlərsiniz, orada burada belə bir şey işlə bilərsiniz. Deməli, belə bir şey də əlavə keçirəcəyik. Deməli, kompüter şəbəkənin növləri var. Kompüter şəbəkəsinin növləri. Kompüter şəbəkəsinin uşaqlar növləri əsasən miqyasına görə bölünür. Miqyasına görə. Daha sonra mühitinə görədir. Verilənlərin ötürülmə mühitinə görə. Mühit yazıram bura. Verilənlərin ötürülmə mühiti olacaq. Aydın oldu. Mühitinə görədir. Bölünür növlərə. Sonra ötürülmə sürətinə görə. Verilənlərin ötürülmə sürətinə görə yəni. Daha sonda isə şəbəkədə kompüterin rollarına görə. Rollarına görə növlərə bölünür. Yaxşı, miqyasına görə bölünməsi nə deməkdir? Miqyasına görə kompüter şəbəkənin növlərinə bölünməsi nədir? Uşaqlar biz bilirik ki, kompüter şəbəkəsində deməli hansı növlər var? LAN keçmişik də bunu keçən il keçmişdik. LAN var. Sonra MAN. MAN nə idi? Metropolitan Air Network. LAN isə Local Air Network'dur. Bir də var. İngilisini koyalım. WAN. WAN. LAN, MAN, WAN. Gəlin baxaq lokal kompüter şəbəkəsi nədir uşaqlar? Lokal kompüter şəbəkəsi odur ki, yəni çox məhdud bir ərazini əhatə edir. Haradasa bir otağı ola bilər, bir balaca bir məktəbi əhatə edə bilər. Yəni balaca bir ərazini kompüterlər orada bir-birinə əlaqələnir. Və bu da lokal, yerli də deyirlər buna, yerli şəbəkə yaradır. Local Air Network deyirlər. MAN isə Metropolitan Air Network'dur, yəni regional şəbəkədir. Regional şəbəkə odur ki, uşaqlar bir şəhəri ola bilsin, əhatə eləsin, bir ölkəni əhatə eləsin. Yəni bu region üzrə əhatə olunur bu. Region, məsələn, tutaq ki, Azərbaycan üzrə elə bir şəbəkə növündən istifadə oluna bilər ki, məsələn, asan xidməti götürək. Asan xidmət yalnız Azərbaycan daxilində istifadə olunan bir şəbəkədir. Hansı ki, onun ancaq oradan, yəni asan xidmətdə daxil olub, öz işçiləri baxa bilir oradakı məlumatlara, datalara. Fikir verin, mən dedim datalara. Datalar nədir? Verilənlərə. Datalara yalnız onlar baxa bilirlər. Hansı ki, o da Azərbaycanda regional şəbəkə belə bir şey yaradır.
Sonra gəldi WAN qlobal şəbəkə uşaqlar. Qlobal şəbəkədəki deyirlər buna wireless air network'tür uşaqlar. Kompüterləri ümumiyyətlə burada artıq WAN-da nədir? Bütün dünya üzrə kompüterlər bir-birinə əlaqələnir və buna bütün bölgə, ölkələr və əlaqələndiyi üçün daha böyük, ən böyük qlobal şəbəkə deyəcəyik biz buna. Uşaqlar, bəzən qarşımıza ola bilər ki, belə bir şeydə çıxsın. CAN. CAN. Sonra ola bilər CAN nədir? Campus Air Network olmalıdır. Şəhərcikdə qurulan şəbəkədir bu. CAN. Şəhərcik yazıram bura, şəhərcik. Şəhərcik. Bir də var PAN. Personal Air Network. Bu da fərdi olaraq istifadə olunan şəbəkələrdir. Personal Air Network. Personal yazılmıyor da. PAN deyirlər ona. Personal Air Network, yəni fərdi olan istifadə olunan şəbəkədir. PAN. Bu CAN-la PAN uşaqlar elə də yəni əsas bu növlərinə aid deyil. Əsas miqyasına görə soruşsalar ki, neçə yerə bölünür? 3 yerə bölünür. LAN, MAN, WAN. Bunu biləsiniz. Gəlin indi mühitinə görə baxaq. Mühitinə görə nədir? İnformasiya verilənlərin ötürülmə mühitinə görə hansı növlərə bölünür? Verilən ötürülmə mühitinə görə 3 var, növü var. Aşağı sürətli, aşağı sürətli. Aşağı sürətli deyəndə uşaqlar, bu olacaq hardasa 10 megabitdən aşağı. 10 megabitdən megabit bölünsün saniyə yazın. Megabit bölünsün saniyədən aşağıdır. Aşağıdır. Var orta sürətli uşaqlar, orta sürətli. Bu təbii ki, bunun başlanğıcı neçədən başlayacaq sizcə? Orta sürətli deyirsə. Ondan 30-a 40-a qədər. 100-ə qədərdir. 100 megabit saniyə qədər. Megabit bölünsün saniyə qədər sürəti var. Bir də var təbii ki, yüksək sürətli. Bunda təbii ki, başlanğıcı 100-dən götürüləcək. Yüksək sürətli. Yüksək sürətli olacaq 100 megabit saniyə və ondan da yuxarı. 100 megabit saniyə. Megabit saniyədən yuxarı. Aydın oldu bu isə. Deməli, ötürülmə mühitinə görə 3 növ oldu. Aşağı sürətli, orta sürətli və yüksək sürətli. Aşağı sürətli 10 megabit saniyədən aşağıdır. Orta sürətli 10-dan 100 arasında dəyişir. Amma yüksək sürətli 100-dən başlayaraq daha yüksək sürətə çıxa bilir. Yaxşı uşaqlar, mən bunu hara yazdım? Mühitin içinə yazdım. Mühitin içində. Peki uşaqlar, sürətdir bu. Mən mühitə niyə bunu yazdım? Mən qabağa qaçdım deyəsən burada. Üzürlü say, mən bilməmişim, mühitə yazmışam. Mühitinə sürəti gözüm qaçışıb görməmişəm. Mühitinə görə uşaqlar, mühitinə görə naqilli ola bilir, bir də simsiz ola bilir. Yəni simli və yaxud da simsiz, belə deyək, naqilli və yaxud da naqilsiz. Simli və yaxud da naqilli, bir də simsiz ola bilir, yəni naqilsiz. İndi bunlar haqqında da mən danışacağım ətraflı. Sonra gəldik rollarına görə uşaqlar. Rollarına görə tay tuşları ola bilir. Tay tuşlar. Bunlara ingilis dilində mən tay tuş deyirəm, amma ingilis dilində də termini əzbərləmək lazımdır. Yazıram onun adını. Peer to peer. Peer to peer. Bu tay tuşlar deməkdir, tay tuşlar. Bir də var müştəri qulluqçu olar. Client server deyirlər buna. Bunu ingiliscə özüm yazıram ki, gözünüz öyrəşsin. Client server. Bu isə aydın olduğu sizə. Client server nədir? Bəli. Uşaqlar, bir də şəbəkədə avadanlıqlar deyilən bir anlayış var. Şəbəkədə avadanlıqlar. Şəbəkədə avadanlıqlar iki cür olur. Onu da yazın. Şəbəkədə avadanlıqlar şəbəkədə. Bunu o bir bərəkdə yazsam daha yaxşıdır. Şəbəkədə avadanlıqlar avadan
avadanlıqlar. Əsasən iki cür olur, iki cürdür. Deməli, olacaq birinci aktiv avadanlıqlar, aktiv avadanlıq. Bir də təbii ki, pasiv avadanlıqlar. Sonra pasiv avadanlıq sözü ilə pasiv indi onu da deyəcəm sizə, deyəm, pasiv avadanlıqlar. Aktiv avadanlıq nədir uşaqlar? Elektrik enerjisindən, nə bilim, sonra başqa mənbələrdən qidalananlardır uşaqlar bunlar, aktiv avadanlıqlar. Amma pasiv avadanlıqlar isə elektrik enerjisindən qidalanmayanlardır ki, hansı ki bunlar kabellərə aiddir. Bunları həmişə yadınızda saxlayın. Demək, aktiv olacaq, hansı ki elektrik enerjisindən qidalanan qurğular. Məsələn, ola bilər router, ola bilər modem. Məsələn, aktivlərə nümunə göstərim. Sonra ola bilər, məsələn, şəbəkədə istifadə olunan şeylərdə qurğular, hansı ki tokla qidalanırlar buna, enerji mənbəyi ilə qidalanırlar. Amma pasiv avadanlığı, məsələn, RJ45 falan bu naqildir də, naqilin şeydir, bu istifadə olunan cekdir. RJ45 cek deyirlər ona. Sonra kat məsələn 5 kabelin növüdür, fiber optik və belə. Bu kabellərə biz deyəcəyik pasiv avadanlıqlar. Aydın oldu, yəni bunlar tokla qidalanmırlar. Aydın oldu uşaqlar. Bəli. Aha. Gəldi burada indi danışmağa. Uşaqlar transmissiya qurğuları haqqında istəyirəm mən danışım. Transmissiya qurğularını danışsam. Yaxşı ki danışım burada. Transmissiya qurğuları. Transmissiya qurğuları nədir? Uşaqlar bir adı sizi qorxutmasın. Yəni şəbəkədə istifadə olunan qurğulardır. Yəni o deməkdir transmissiya qurğuları. Sadəcə bu terminləri istifadə edirəm gözünüzü öyrəşsin. Deməli UPS yazıram bura, UPS. UPS nədir? Açılılmasını yazım. Unit power system olmalıdır. Power system. Deməli, unit power system nədir uşaqlar? Şəbəkəyə elektriklə qoşum. Elə bir ki, bir batareyadır uşaqlar. Açıq bir kompüter şəbəkəsi yaradır və o şəbəkəyə daxil olmaq üçün bir şey yaradır da, bir bulud qatımı yaradır, belə deyim də. Və kompüter onlara qoşula bilir. Uşaqlar, UPS nə zaman istifadə olunur desək, məsələn, elektrik olmayanda, məsələn, təcili şəbəkə, məsələn, hansı ki, elə şirkətlər ola bilər ki, məsələn, şirkətdir də indi, məsələn, şirkətində bazası var. Bütün bu baza hamısı işıqdan asılıdır, uşaqlar bilirsiniz, indi hər şey demək ki, işıqdan asılıdır. Və o bazada işıqlardan asılı olan bir şey gəlir, qoşulur şeyə, UPS-ə, tutaq ki, işıqlar söndü. Bəli, kompüter qaldı belə. İşıqlar söndü. İndi axı, məsələn, sənin kimi istifadəçi, mənim kimi istifadəçi nə bilir? İşıqlar durub Facebookda işıqlar sönür. Hamı çarxa düşür. Ay Allah, işıqlar sönür. Görə niyə işıqlar? Və yaxud da deyir, Facebook işləmir. Niyə işləmir? Görə niyyədir? Səbəb nədir? Səbəb axtarırlar. Belə olan halda Facebook, yəni işıqlar sönmə halında oturub UPS-dən istifadə edir ki, bu elə bir ki, belə deyək, fasiləsiz qida mənbəyidir də. Batareya kimi yığır enerjini, sonra şəbəkə yaradır. Şəbəkənin də işıqda, hətta bunun üçün avtobuslar da var, uşaqlar, UPS avtobusları gəlin, bir də internetdə göstərim onu sizə. Yazım da UPS. Baxın, UPS və belə bir avtobuslar da var ki, hansı ki, şəbəkə yaradır, istifadə edir. Gəl bunu qoşula bilirlər internetə. Gördünüz UPS uşaqlar. Ekran görürük amma. Məndə görünür. Bəli, görünür. Bir nəfər görünürsə kifayət edir, tam deməli görünür. Yaxşı. UPS-dən danışdıq. İndi danışaq NIC. NIC nədir? İkinci. NIC əslində qalsa sizin bildiyinizdir. Yazmışam. NIC sizin bildiyinizdir. Sadəcə deyə bilərsiniz, NIC nədir? Network şeydir, interfeys kartdır. Yəni şəbəkə interfeys kartı. Hansı ki siz bilirsiniz bunu, həmişə görürsünüz.
Qoyun şəklini göstərəcəm buna. Bu network uşaqlar interface kartdır. Qolunu yazın. Network böyük hərflə istəmirsiniz bax. Network interface card. Gəlin onu da şəklini göstərim sizə. Əslində kompüterin içində var. Hətta şəbəkəyə qoşulmaq üçün yeri də var ki, hansı ki lokal, məsələn, kimsə qoşulmazsa səla ya lokal ya globala $45 qoşulur. Nick yazıram bura. Ya da belə yazım. Network artıq yazım da qoyum. Interface. Hadi interface kart gəldi. Nick. Uşaqlar bilirsiniz bunu zaten. Və budur. Bu kompüterin içində olan bir şeydir zaten. Qoşuludur. Hansı ki bizim Wi-Fi da belə buradadır. Wi-Fi'miz. Şəbəkə kartı deyil bu. Bəli, şəbəkə kartıdır da. Şəbəkə kartıdır. Şəbəkə kartı, şəbəkə adapteri, nə bilim deyirlər indi hərəsi bir söz deyil. Ethernet adapteri. Bax bu da var. Uşaqlar belə istifadə olunur. Belə də var. Bu köhnə versiyalardadır da. Köhnə versiyalarda kontrollerdir. Yaxşı, hub, yəni hub haqqında danışaq. Hub, nə gözləyin. Hub deyirlər, hub yazılır. Hub. Hub nədir uşaqlar? Hub deyirlər, qovşaqdır. Bunun digər adı qovşaqdır. Qovunu da yazın. Qovşaq. Qovşaq nədir uşaqlar? Gəlin baxaq. Buna toparlayıcı da deyirlər. Nə bilim, gəlin addan hamısını yazın. Toparlayıcı. Bir də konsentrator deyirlər. Konsentrator. Konsentrator da deyirlər buna uşaqlar. Bu neyini uşaqlar? Şəbəkədən gələn siqnalları bütün kompüterlərə ötürür. Şəbəkə, məsələn, mən tutaq ki, internetə hansısa məlumatı toplanmaq istəyirəm və o da bütün hamıya informasiyanı bütün kompüterlərə ötürür. Onu da deyim sizə. Şəbəkəyə hub'ın bax burada qəşəng prinsipi var. Fikir verin, burada işıq, bunu mən şeydə açım, belə arxa fonu xüsusi böyük göstərsin. Ekran böyüdüm burada da. Ekran hamı görür də, belə. Baxın fikir verin, bir dənə kompüterdə məlumat getdi hamısına. Fikir verin, hamısına getdi. Sizə burada informasiya təhlükəsizliyindən danışıla bilər uşaqlar burada, hub'dan. Yəni biri bir dənə məlumatı ötürmək istədi, millət gördü. Yəni bu hub, belə desə, kör kimi görür hub. Səbəb odur ki, yəni bir informasiya gedərkən digər kompüterlərə, o şəbəkədə olan bütün kompüterlərə gedir. O şəbəkədə olan bütün kompüterlərə həmin informasiya ötürülür. Belə olan halda uşaqlar hub indi düzdür, müəyyən yerlərdə istifadə olunur. Məsələn, bizim o birisi məktəbdə hub var, hətta switch də var. İndi switchdən danışacağım. Daha müasir versiyası switchdir. Ağıllıdır da belə desək switch. Hub kör kimi görür. Switch isə daha ağıllı bir versiyadır. Switchlər bizim məktəbdə də olmalıdır. Hətta var, olmalıdır var. Olar. Yazıram bura, çevirici də deyirlər buna, çevirici. Sonra digər kommutator da deyirlər buna. Kommutator. Sonra kommutator da deyirlər buna. Bu hub və yaxud da hub deyirəm, switch. Switch ağıllı, daha ağıllı iş görür. Necə? Yəni hansı kompüter ötürülməli idisə, bu hub'ı gördük də biz iş prinsipini. Və indi bura switch də yazdım. Switch. Dil dəyişməməlidir deyə. Switch. Aha. Buradan görüm. Ona aid. Switch ilə hub'ı yazdım. Eyni zamanda qoy. Başa düşün, mən də demək istəyirəm. Switch'in hub'ım. Dedi, tapdım. Hub'ı göstərir burada və switch anı. Gözdən uşaqlar. Network. Görün, burada mən animasiyalı o birisində gələn kimi istəyirdim elə bir şəkil. Əslində internetdə var onun şəkli. Prosto onu tapa bilmədim. Deməli, orada da gələndə hansı kompüterə ötürülməsi lazımdırsa o kompüterə gedir. Aydın oldu. Hansı kompüter ötürməyə lazımdırsa bax o kompüterdə informasiya gedir. Yəni hub'da hamısına ötürülürdü bir informasiya. Amma switch'də isə yalnız bir dənə hansı kompüteri yönləndirmək lazımsa o kompüterə gedir informasiya.
Yəni switch daha ağıllıdır. Təəssüf ki, burada onu mən göstərə bilmədim sizə. Yəni şəklini tapa bilmədim ki, göstərim. Bəlkə də var idi, nə bilim. Vaxtımı bunu itirmək istəmirəm şəkil axtarmağa. Yaxşı. Görün bəlkə burada var. Burada gedər. Burada informasiyanın ötürülməsi göstərilir. Mən dediyim formada deyil bu. Neyse. Sonra gəldik uşaqlar növbəti qurğu. Yönləndirici var. Sonra körpü var. Körpü. Körpü ingiliscəsində bilirik də bridge deməkdir. Bridge. Bridge yazıram. Körpü deyirlər buna. Uşaqlar. Bu körpü nə edir? Şəbəkəni alt şəbəkələrə ayırır və yaxud da ki, lokal şəbəkəni birləşdirmək üçün istifadə olunur. Bu xüsusi qurğunun adı bridge'dir, körpü. Deməli, şəbəkəni ya alt şəbəkələrə ayırır, ya da lokal şəbəkələri birləşdirmək üçün istifadə olunur. Aydın oldu? Bunlar eyni protokolla işləyən şəbəkələri birləşdirir. Uşaqlar, eyni protokolla bunu qeyd edeyim, qoy. Eyni protokol, eyni protokol olmalıdır. Bir də eyni tipli şəbəkə. Eyni tipli şəbəkə olmalıdır. Eyni tipli şəbəkə. Eyni protokol olmalıdır, eyni tipli şəbəkə olmalıdır ki, bu o cür şəbəkələrlə şəbəkə nömrəsi eyni olmalıdır uşaqlar. Şəbəkə nömrəsi deməli eyni olan, eyni protokollu, eyni tipli deməli neyiniyir? Şəbəkələri birləşdirir və yaxud da ki, şəbəkəni alt şəbəkələrə ayıra bilər. Aydın oldu? Bunun gəlin nümunə də göstərə bilək istəyirsinizsə, göstərə bilək bridge yazın bura. Bridge. Bridge yazın. Belə boş unuturum mən şeyi göstərdim. Network yazın burada. Baxın fikir verin. Bridge. Fikir verin. Eyni şəbəkə növlərini birləşdirir. Şəbəkə nömrəsi eyni olanları. Növlər göstərilir burada. Yəni şəbəkə. Burada körpü neyiniyir? Elə bir ki, körpü nədir? Bir şəhərdən o bir şəhərə keçmək üçün biz qoyuruq. Çayın arasında insanlar qoyuruq. Məsələn, körpüdən. Bu da elə bir şeydir. Prosta eyni şəbəkələrlə işləyir. Aydın oldu uşaqlar. Gəlin indi yönləndirici, yəni yönləndirici haqqında danışaq. Yazıram, marşrut da deyirlər buna, marşrutlaşdırıcı. 6 router, yəni yönləndirici. Yönləndirici. Digər adı olacaq. Marşrutlaşdırıcı. Bir dənə də adı var. Router. Router sözünü eşitmişsiniz də yəqin ki, router. Bu artıq uşaqlar iki şəbəkənin interneti birləşməsini, yəni məsələn lokal şəbəkənin interneti əlaqələndirmək üçün istifadə olunur. Fikir verin, mən nə dedim? Lokalı digər şəbəkələrlə əlaqələndirmək, məsələn qlobala yəni. Deməli, müxtəlif tipli şəbəkələrlə işləyə bilir bu uşaqlar. Lokal şəbəkəni internetlə deməli əlaqələndirmək üçün nədən istifadə olunur? Yönləndiricidən və yaxud da ki, routerdən istifadə olunur. Bu arada yönləndiricilər uşaqlar paketlər şəklində göndərilmiş paketləri elə qəbul edir paketlər şəklində. Sonra onların içərisində nasazlıq olanda yönləndirici elə bir lazım olanda alternativ yolla başqa bir məsələn tutaq ki şəbəkədə nəsə informasiya göndərmək lazımdır və orada göndərmədə uşaqlar bilirsiniz də problemlər yaşana bilər, internetdə problemlər olur. Və o problemləri bu router daha ağıllı yollarla göndərir. Görüb problem var, başqa alternativ yolla göndərir həmişə şəbəkədə hansısa informasiya toplusuna. Paketlər şəklində göndərir. Aydın oldu? 7-ci olacaq şəbəkə keçidi. Şəbəkə keçidi. Bir də var adı gateway. Deməli, üçlüzlər, uşaqlar, yəni buna üçlüz də deyəcəyik. Neyin uşaqlar? Bir şəbəkədən başqa şəbəkə, adı üstündə də şəbəkə keçidi. Yəni, bir şəbəkədən başqa şəbəkə keçid imkanı verən bir şeydir. Yəni, bir nöqtədir belə desək. Amma bunun bir dənə bir şey var ki, uşaqlar, müxtəlif protokollarla işləyir. Müxtəlif şəbəkələrlə işləyir. Aydın oldu? Müxtəlif protokolla
müxtəlif şəbəkələrdən də istifadə edilir. Aydın oldu. Bu arada onu da deyim sizə uşaqlar. Şlüz əslində qalsa bir qurğu deyil. Amma orada şlüzdə istifadə olunan qurğular var ha. O, yəni şlüz üçün istifadə olunan qurğulara onlara şlüz qurğusu deyirlər. Əslində bir şlüz qurğu deyil. Yəni şəbəkə keçidi, gateway bir qurğu deyil. Belə bir hadisənin adıdır. Sadəcə buna belə deyək də, orada istifadə olunan qurğular hamısına şəbəkə keçidi deyirlər də, yəni şlüz deyirlər. Bu da OSI modelində istifadə olunmuş uşaqlar. Onu da inşallah növbəti dərslərdə izahını verəcəm. Sonra bir də var, hansıları görməyəm. Repeater. Repeater. Yəni buna deyəcəyik nə? Uşaqlar repeater nə deməkdir Azərbaycancadan? Təkrarlayıcı. Təkrar etmək repeat deməkdir, bilirsiniz. Təkrarlayıcı deyirlər. Məsələn, şəbəkədə siqnalların burada səviyyəsini bərpa eləyir. Və yaxud ki, iki şəbəkədə segmentini birləşdirən qurğudur. Belə deyirlər. Sonra uşaqlar UTP kabellər vasitəsilə ötürülür. İndi UTP kabellər haqqında da deyəcəm sizə. Sonra bir də var, hansı kabellər? Ən yuxarı qaldırım. 9 konnektor. Konnektor yazma kodu düşmüşəm, yazım tez. Konnektordan sonra nə yazılır? Terminator olmalıdır. Terminator. Transceiver yazım. Yadıma düşən budur. Bəlkə yadıma düşən olsa arada əlavə edərəm uşaqlar. Terminator, yox, deyək transceiver. Transceiver. Uşaqlar, deməli repeater dedik. Demək, şəbəkədə siqnalları bərpa edəndir. Bir də iki şəbəkə segmentini birləşdirən qurğudur, belə deyək. Konnektor əslində qalsa uşaqlar, şəbəkəni nazik kabellə əlaqələndirmək, birləşdirmək üçün istifadə olunan qurğudur. Konnektor. Bunun şəklini göstərə bilərəm sizə. Konnektor yazaq. Konnektor. Yəni bir konnektor ki, baxın, uşaqlar bu formadan istifadə olunur. Yəni konnektor nəsə bir şəbəkədən istifadə etmək üçün istifadə olunur da. Əlaqələndirici. Əlaqələndirici deyirlər. Bunlar şəbəkədə istifadə olunur. Nəsə hansısa bir şəbəkələri segmentini birləşdirmək üçün istifadə olunur. Terminator nədir uşaqlar? Terminator açıq kabellərə belə desək qoşulma zamanı belə deyək də enerji uducusu rolunu oynayır. Elə bil ki, bir növ rezistor keçmişsiniz uşaqlar fizikada. Rezistor anlaşılır. Bəli. Bir dəqiqə uşaqlar. Rezistor nədir? Özünü qoruyan müqavimət göstərir. Düzdür, müqavimət deməkdir də. Bəli, müqavimət. Enerji uducu rolunu oynayır bu. Ben bunu yazım. Terminator. Network. Bunu görərsiniz. Networkda istifadə olunan terminator. Bax budur. Enerji udu, yəni bundan istifadə olunur. Bu konnektordan. Terminatordan. Baxın. Bu network kartdır, yəni şəbəkə kartıdır. Bu da terminatordur. Baxın uşaqlar. Bu elə bir ki, enerji uducusudur. Hansı ki, təhlükəsiz elə bir ki, internetə qoşulmanı təmin edir. Aydın oldu terminatorda. Belə bir şəkildir. Baxın. Bu şəkillə bunlardır eyni zamanda. Prosto burada qoşulmanı göstərir. Belə bir formada qoşulma. Bu enerji uducusu nəzərdə olur. Bir transceiverdir uşaqlar. Transceiver laf köhnə şeydən istifadə olunurdu. Transceiverdə yazmışam da deyəsən. Deyən gözüm transceiver yazmışam. Transceiver. Uşaqlar, transceiver laf köhnə şeylərdə istifadə olunurdu. Koaksal kabellərdə. İnternetə qoşulmaq üçün koaksal, axı keçmişdə bilirsiniz də uşaqlar, internetə qoşulmaq üçün koaksal kabellərin növlərini danışacağım mən birazdan. Onlardan istifadə olunurdu ki, o transceiverdəki yazım transceiver. Elə bilib əlaqələndirici yol olmalıdır. Transceiver.
Bax belə bir şey idi. Koaksial kabelə qoşulurdu uşaqlar. Koaksial kabeldə indi birazdan danışacağam. Elə bil ki, bir növ kompüter qoşulmaq üçün belə bir şeydir də, əlaqələndirmə idi. Salırdın ki, yəni köməkçi vasitə idi. Aydın oldu? Koaksial kabelə qoşulurdu. Uşaqlar, istəyirəm indi kabellərin gəlin növləri haqqında danışım. Çünki görürəm danışıram. Koaksial kabel falan ola bilər. Siz burada deyə bilərsiniz ki, mən koaksial kabel unutmuşuq, yadımızdan çıxıb. Gəlin növbəti səhifə açın, mən yazım bura. Deməli, biz dedik ki, simli olur, simsiz olur. Birinci simlidən danışacağım. Uşaqlar, simli kabellər. Simli kabellər əsasən 3 dənədir. Uşaqlar 3 növdür. Birinci olacaq, deməli, koaksial ən köhnəsi. Koaksial, necə yazım? Koaksial, yəqin ki, koaksial. Koaksial. İngiliscə adı belə yazılır. C-O-X-I-A-L. Koaksial. Belə yazılır İngiliscə adı. Koaksial. İkinci olacaq burulmuş cüt. Sarılmış cütlük. Bunun adı sarılmış cütlük də deyirlər buna. Sarılmış cüt. Buna digər adı şeydir. Twisted pair. Twisted. İngilis ayda. Rekord eləməmişəm. Koaksial kabeldə deməli bir dənə ortadan sim gedir. Əsas informasiyanı daşıyan bax bu ortadan gedən simdir. Sadəcə bunlar digər metalik, nə bilim, metal örtüsü, sonra burada var plastik örtü, dielektrik örtüsü. Bunlar informasiyanı qorumaq üçün müxtəlif üsul və vasitələrdir. Bu arada bunlar shield və unshield də ola bilir. Necə? Məsələn, elə kabellər var ki, baxın uşaqlar, bunun adı burada da var. Bir dənə bunu göstərmək yaxşısı. Sağ düyməni vurun. Uşaqlar, bu halda shield, unshield nədir? Baxın ki, verin burada. For shield. Shield o deməkdir ki, bəzən siz çox güman ki, kabelləri, yəni heç vaxt baxmamısınız, evdə kimsə, məsələn, usta falan işləyəndə, televizorı qoşanda fikir verməmişsiniz çox güman ki. Amma, məsələn... Özüm də necə? Deyirəm, fikir vermişəm, özüm də qoşmuşam televizoru. Möhtəşəm. Əslində qalsam, əvvəllər mən də qoşurdum televizoru. Elə indi də, yəni plus bu indi rəqəmsala keçəndən bəri biraz usta gəldi, özü elə bir şərait yaradılar ki, yəni baxmalı qoymurlar. Amma mən də əvvəllər uşaq vaxtı yazıma gəlib çıxırdım kabeldən. Nəsə problem olanda özüm də bir də görsən düzəltməyə çalışırdım. Shield o demək ki, burada uşaqlar xüsusi belə örtüydən istifadə olunur ki, bu maqnit qoruyuculardan istifadə edir. Maqnitləşmədən qoruyur. Biz sizdə maqnit maneələrdən biridir rabitə kanalında. Biz rabitə kanalında bilirsiniz də, rabitə kanalında biz bilirik ki, informasiya mənbəyi olur, kodlaşdırıcı qurğu olur, sonra rabitə kanal olur. Rabitə kanalında maneələr də olur və ondan sonra dekodlaşdırıcı və informasiyanı qəbul edən olur. Bu rabitə kanalında olan maneələrdən biri də maqnitləşmədir. Hansı ki, o maqnitləşmədən qoruyur. Bu arada bu harda istifadə olunur, onu deyə bilərik. Koaksial kabel o zaman, məsələn, belə shielddən istifadə oluna bilər ki, çöldədir bu kabel. Kabel əgər çöldədirsə, mütləq maqnit örtüklü olan, deməli, maqnit örtüyü daha sonra qorunan kabel növündən istifadə olunur. Amma ev şəraitində maqnitləşmə belə bir şey yoxdur. Ona görə də belə qoruyucusuz istifadə olunur kabellərdən. Eyni zamanda bu vəziyyət, koaksial kabel, bu daha köhnədir uşaqlar. Əvvəllər kabeldə internetdə istifadə olunurdu. İndi moddan düşüb də. Yəni bu cür kabellərin uşaqlar sürətdə çox zəif idi, onu da deyim sizə. Hədsiz dərəcədə zəif sürəti var idi. Hədsiz dərəcədə. Çox zəif idilər sürəti. Növbəti olan, deməli, kabel növlərindən biri də twisted pair, hansı ki, sarılmış cütlükdür. Sarılmış cütlüyünü də göstərim sizə. Twisted pair. Pair cable. Deməli, sarılmış cütlük ona görə deyirlər ki, bunlar cüt-cüt olur və bunlar cütlərdə birləşirlər bir-birlərinə. Birləşirlər. Və bu birləşmə olanda
belə burulmasının da öz səbəbləri var ki, bunlar belə burula gələndə daha informasiyanı daha sürətli ötürürlər. Bunun 2 dənəsi, bu kabellərin 2 dənəsi ev telefonuna aid olurdu uşaqlar. Bilirsiniz də bu hardasa yaxın 2-3 ilə qədər biz hamımız Twisted pair'dən istifadə etmişik. Yəni ki, bəli, ADSL özü bundan istifadə edirdi. 2 dənəsi, bunun 2 cütü ev telefonuna aid idi. Yerdə qalan 2 cütü informasiyanı birini aparmağa, bir də gətirməyə xidmət edirdi. Yəni ona görə də bu şeydən istifadə olunurdu, belə desək, bu cür növ kabeldən. Bu kabelin də sürəti, belə desək, koaksiyon nisbətən sürətli idi, amma fiber optikdən çox geri düşür. Amma çox davamlıdır, onu da deyim sizə. Yəni, məsələn, indiki fiber optiklər çox sürətli olsa da keyfiyyəti, məsələn, aşağıdır. Necə keyfiyyət aşağıdır? Məsələn, qırılma tez ola bilir, tez xarab ola bilir, tez sına bilir. Çünki şüşəlikdən ibarətdir ona görə. İndi bu haqqda mən danışacağam. Aydın oldu bu isə. Koaksiyon, yəni bu vurulmuş cütünün başa düşdünüz yəqin ki, mahiyyəti. Üstünlüyü odur ki, həm də ucuzdur uşaqlar. Koaksiyon lap ucuzdur. Bu nisbətən, yəni fiber optikə baxanda daha ucuzdur və keyfiyyətlidir. Yəni burada simlərin qırılması daha azdır. Çünki örtüklər özü də çox qoruna gəlir ona görə. Burada da uşaqlar shielded, unshielded ola bilir. Bu arada onu da sizə deyim. Görüm unshielded hissəsi var burada. Shield nə deməkdir? Yenə də maqnit təbəqəsindən qorunmaq deməkdir. Hansı ki, ondan istifadə olunur. Maqnit təbəqəsindən qorunma. Məsələn, belə yazılmış shielded. Shield. Deyhan gəldi. Shielded twisted pair. Hansı ki, maqnit belə. Bundan istifadə oluna bilər. Belə maqnitləşmədən istifadə olunur. Belə bir xüsusi örtüklərdən istifadə olunur. Bu da təbii ki, yenə də dediyim kimi, yalnız çöllərdə istifadə olunan da bu kabeldən və bu belə bir qoruyucu kabeldən istifadə edirlər. Hansı ki, maqnitləşmədən qoruyur. Amma əks halda ev daxilində, məsələn, bina daxilində isə uşaqlar, yəni qorunması olmayan. Bu arada yaşamışdır. Shield, baxın, fikir verin, STP deyirlər buna, UTP deyirlər. Mən bayaqla bu haqda dedim, indi bir daha yadımdan çıxırdı, yaxşı ki, bax, burada sözü gördüm, yanlışdır. STP shielded deməkdir. UTP isə unshielded, yəni unshielded şeydir, qorunma deməkdir. Aydın oldu uşaqlar. Shielded, unshielded, UTP, STP deyirlər bunlara. Sonra indi gəlin uşaqlar fiber optik haqqında danışın. Fiber optik kabel. Fiber yazım. Fiber. Fiber optik kabel indi ən populyarımız budur. Fiber optik kabel hal-hazırda demək olar ki, dünyanı bu dəqiqə əhatə edir. Çox güclü, belə desək, sürətli var. Hədsiz dərəcə sürətlidir. İşıq sürətinə bərabərdir də. Çünki işıq liflərdən istifadə olunubdur. Şüşələrdən istifadə olunubdur. Optik lift şüşələrdən istifadə olunub uşaqlar, onu da deyim sizə. Və o şüşələr vasitəsilə işıq ötürülür. Çox sürətli şəkildə informasiya ötürülür. Fiber optik kabellərin xüsusi desək şeylər var, konnektorlar fərqlidir. Onların əlaqələndiriciləri. Sonra nə deyim? Fiber optik uşaqlar keyfiyyətli olsa da kövrəkdir. Mən bayaqlar demişdim onu sizə. Deməli, kövrək ona görə kövrəkdir ki, şüşələrdən təşkil olunubdur, tez qırıla bilir, yəni sına bilir. Bu arada fiber optik yalnız bir tərəfli xidmətə işləyir. Yəni, məsələn, fiber optikdə fikir vermişsiniz uşaqlar əgər. Bir dənə evdə baxın, kabel özü 2 hissəlidir, kabelin. Fiber optik evdə kimdə, kabelin bir dənə evdə yaxınlaşın, bir dənə baxın, görün. O fiber optikin kabeli özü 2 hissəlidir. Nəyə görə 2 hissəlidir? Biri informasiyanın daşınmağını xidmət edir, biri də gətirməyinə xidmət edir. Eyni anda həm informasiya aparıb, həm də gətirə bilmir. Ona görə də 2 hissəli olur fiber optikdə informasiya. Yəni, kabellər 2 hissədən ibarətdir. Bu belə. Sonra nə deyim mən? Fiber optik qutardıq. Gəlin, indi simsiz şəbəkələrdən danışaq uşaqlar. Simsiz şəbəkələr hansılardır? Bunlar simli kabellər idi. İndi simsiz kabellər. Simsiz kabellər deməyim, simsiz. Simsiz şəbəkələr deyim də. Simsiz kabel olar. Simsiz şəbəkələr.
Uşaqlar, mən yadıma düşənləri qoy yazım, sonradan yadıma çıxa bilər. Mən radio siqnal. Daha sonra var mikrodalğa. Daha sonra var pan, fərdi olan. Daha sonra blan, daha sonra WWAN, yazın bura. Lan mı? Hə? Lan. 2 dənə W'su olan wireless wide GPRS deyəcəyik biz ona. Onun digər adı GPRS-dir. Bunu da yazaram deyən. Onun adı GPRS-dir. GPRS sözünü eşitmişsiniz, GPRS. GPRS köhnə 2G texnologiyasına əsas. 2G-dən də geridə idi belə desək. Keçmişdə telefonlar ondan istifadə olunurdu. CAN. Sonra gəldik. Wi-Fi təbii ki bizim əsas məqsəd şeyimiz. Simsiz texnologiyalarımızdan biri. Wi-Fi. Mənim yanıma gəlir, bacımda ilk dəfə telefon alanda Wi-Fi var idi. O dəfə gətirdim, bir qız var idi, onun yanında hava atmaq istədim. Dedim ki, bax telefon var belə. Bunun Wi-Fi var, belə dedilər. Onu bilmirdim, Wi-Fi nə deməkdir. Wi-Fi. Sonra, çünki o vaxtı Wi-Fi təzə inkişaf edirdi də. Sonra nə deyim, ilk port, İRDA. İlk port da deyirlər buna. Bunun adını belə yazın. İlk port. Rus dilində daha çox adı populyar idi. Biz rus dilində nəsə deyirdik onun adını ilk port. İRDA. Sonra Zigbee deyim. Yedi qalanlar yadıma düşür, uşaqlar deyəcəm sizə. Zigbee. Gəlin indi bunlar haqqında danışaq uşaqlar. Radio siqnal nədir? Radio siqnallar informasiya ötürülən zaman ötürücü və qəbul edici arasında görünüş xəttinin olması vacibdir uşaqlar. Yəni siqnal bir mənbədən o birisinə düz xətt boyunca ötürülür radio siqnalda uşaqlar. Gəlin buna aid mən göstərim. Deməli düz xətt boyunca informasiya ötürülür burada. Yazıram radio waves deyə radio waves network yazaq. Networking. Burada biz deməli xəttlərdən istifadə olunur, radio dalğalardan istifadə olunur. Və düz xətt boyunca getməyə mütləq lazımdır. Bunlara fikir verilir. Düz xətt boyunca isə aparılır. Sonra peyk rabitəsini desə mən yazmağı unutdum. Uşaqlar peyk rabitəsi bir də yaman düşdü. Əsas bunlardır. Bu da deyil. Əsas bu panı götürün buradan. Panı. Buraya yazın peyk rabitəsi. Peyk. İndi bir dəqiqə bilirsiniz uşaqlar. Bizim üçün peyk rabitəsi üçün şəraiti yaradan bir nəfər var. Nə idi onun adı? Elon Musk. Uşaqlar peyk rabitəsi mikrodalğanı deyim sonra. Mikrodalğa isə elektromaqnit dalğalar yaratmaqla fəzada, belə hava qatında. Mikrodalğalar elektromaqnit dalğaları yaratmaqla internetə qoşulmanı təmin edirdi. Peyk rabitəsi isə uşaqlar, peyk rabitəsi. Buna satelit zaten peyk deməkdir, antena deməkdir, bilirsiniz. Satelit deyirlər buna. Deməli, bu rabitə peykləri orbitdə yerlə eyni sürətdə fırlanır, eyni sürətdə. Bilirsiniz də, indi dəqiqə Elon Musk bir dənə Starlink peyk rabitəsi. Yazı gəlir, belə bir şey. Starlinkdən Bəli, Azərbaycanda istifadəyə verildi. Hal-hazırda istifadə olunur Starlinkdən. Yəni, yer kürəsi ilə eyni səviyyədə fırlanır, eyni vəziyyətdə hərəkət edir. Və bu arada 10 minlərlə kilometr məsafəyə hərəkət edir də informasiya. Yəni, çox siqnallar gücləndirir, yerdən göndərilən siqnallar. Onları yenidən yerə qaytarır. Yəni, o da güclü, beləcək, peyk rabitəsindən hal-hazırda ən güclüsü budur, peyk rabitəsidir. Sonra gəldik uşaqlar VLAN-a. VLAN zaten bilirsiniz, Wireless Local Air Network mənasındadır. Bu haradasa 100 metr məsafəyə qədər şəbəkələr əlaqələndirə bilirik. Kiçik təşkilatlarda bundan istifadə oluna bilər VLAN-dan.
olan kiçik təşkilatlarda hansı ki, məsələn, məktəbi əhatə edə bilər və yaxud da ki, hər hansı bir, məsələn, ta ki, bir məktəb olmasın, bir universitet mi olsun, bir şirkət mi olsun, əhatə edə bilər. Onların xüsusi şəbəkəsi olur. Sonra WWA-nı deyim, G-Press-dir bu. Sonra bu köhnə mobil telefonlarda istifadə olunurdu, köhnə, çox köhnə idi. Yəni, yalnız bununla biz nə edə bilirdik? Uşaqlar internetə girə bilirdik. O vaxtda çatlar təzə yaranmışdı, çat. İnterneti çatlardan istifadə olunmaq üçün istifadə olunurdu bunlar. O vaxt saytlarda çat tanışlıq saytlar çıxırdı təzə-təzə. O vaxtı belə qəribə. Mən yadıma gəlir, mənim G-Press-im ilk dəfə olanda mən ilk dəfə Google-dan axtarış etməyi öyrənirdim. Maraqlı idi. O dövrlər bizim dövrümüzə düşüb o səviyyəsi, bu inkişaf səviyyəsi. Hərdən xatırlayanda deyirəm, nə maraqlı idi onda, nə günlər keçirirdik. İnternetin uşaqlar atılmağı həqiqətən də çox belə uzun-uzadı çəkirdi ya. Və məsələn, biz indi Google-da girən kimi açılır. İndi o biraz Google biraz fikirləşir. Ay, internetin sürəti aşağıdır. Belə deyirik. Amma halbuki o G-Press vasitəsilə biz internetə girəndə Google ayolay neçə dəqiqə deməsəm də bir neçəsə saniyə şəkil yavaş-yavaş açılırdı bir dənə şəkillər. Çox gec işləyirdi. Amma yəni bizim üçün o vaxt yəni çox əla idi da biz onu o vaxtı sürətdə bilirdik. Sonra gəldik Kan mən demişdim düşərgələrdə, məsələn, coğrafi və yaxud da ərazilərdə istifadə oluna bilər. Sonra Wi-Fi də biz bilirik uşaqlar, Wi-Fi-dan istifadə. Wi-Fi bu arada onu deyim sizə 1997-ci ildən yəni yaradılıb 97-ci ildən. Yəni simsiz lokal şəbəkədə yaratmağa imkan verir bizə. Sonra gəldik İRDA, İqboard. Uşaqlar, İqboardu mən istəyirəm göstərim sizə. O vaxtı köhnə telefonlarda olurdu o. İndi demək olar ki, İqboarddan istifadə olunmur. İRDA yazdım. İRDA mobile. İki dənə telefonu böyründə belə xəttlər bir şey olurdu uşaqlar böyründə. Belə qara rəngdə müəyyən bir dənə sahə var idi ki, onları yan-yana qoydun telefon. Həmin yəqin ki, çox güman ki, görürsünüz də ümid edirəm. Buradan mən sistemin göstəricisi ilə iki dənə telefon arasında əlaqələndirirəm. Bax, burada iki dənə belə şey olurdu. Yan-yana qoydun. Məsələn, şəkil göndərilirdi o biri məsələn telefona və yaxud da ki, çox vaxt şəkil göndərirlər. Və yaxud da baxmır. İndi iPhone texnologiyadan istifadə eləyir. Hə, indi o Telefonla iPhone texnologiyasından istifadə edir deyən, onun adı yadımdan çıxdı. Çox sürətli gedir o, hədsiz dərəcə sürətlidir. Onu mən ilk dəfə bir qız var idi, o təzə iPhone-larda istifadə alırdı. Dedi ki, bəs belə bir şey. Adı nədir qızım onun? Yadımdan çıxır onun adı. AirDrop-landır da. Hə, düz deyirsən. Hətta telefonları yaxdan tutanda avtomatik edir də, axtarmır telefon. Hə, axtarmır telefon, bəli. Amma bu İqboardda bilirsiniz necə idi? Çox ləng gedirdi informasiya, hədsiz dərəcə. Prosta indi biraz maraqlı idilər də. Mən yadıma gəlir İqboard, AirDrop-u bir qız var idi. O dedi ki, gəl müəllimə atırdı şəkillər, çoxlu şəkil çəkdirdi. Qız dedi ki, müəllim belə çox gec gələcək, ən yaxşı gəlim AirDrop-dan atım da. Getdi AirDrop-dan atdı. Yəni, nəysə belə bir şey. İqboarddakı bu o prinsipləndir, amma burada informasiya çox gec ötürülürdü. Ona görə də belə populyar olmalı da uşaqlar. Bluetooth-dakı uşaqlar bilirsiniz də Bluetooth məsələsini. Bluetooth-u yazmamışam, indi yadıma düşdü. Bluetooth-u. Bluetooth haqqında danışmaq elə bir dəyməz. Bluetooth-u bilirsiniz zaten. Bluetooth hələ də istifadə olunan bir şeydir. Bluetooth-la hal-hazırda, məsələn, başqalar əvvəl ilk dəfə telefondan informasiya ötürmək üçün Bluetooth-dan istifadə olunursa, indi, məsələn, musiqi, məsələn, götürək, bizim qulağımızı qoyduğumuz naushniklər belə, sonra, nə deyim, mənim özümün siçanım belə, məsələn, Bluetooth texnologiyasından istifadə olunur. O da müəyyən bir məsafəyə qədərdir. Təbii ki, Bluetooth-un özünün də məsafə qiymətindən indi asılıdır. Elələr var 5 metrə qədər tutur, eləsi var, məsələn, 1 metrə əhatə edir. Bluetooth-dan Bluetooth-a fərq var. Bluetooth-un versiyalarda çıxıb uşaqlar, Bluetooth-un. Bu arada Bluetooth buna Bluetooth yazaq. Bluetooth. Fərdi də deyirlər buna. Bluetooth.
Aydın oldu Bluetooth haqqında. Zigbee. Bir dənə qaldı yerdə Zigbee. Yadıma düşsə digərlər deyəcəm uşaqlar. Zigbee nədir? Zigbee hal-hazırda belə desək, son zamanlarda belə yeni texnologiyadan istifadə olunur. Bu nədir uşaqlar? Verilənləri qoruyaraq, hansı ki, hardasa 10-75 metr, belə deyirlər də, 10-75 metr və yaxud 10-100 metr arasında, məsafə arasında, belə desək, çox biraz aşağı sürətlə informasiya ötürür, aşağı xərc, belə desək, istifadə edir, aşağı sürətdən istifadə edir və şəbəkə yaradır da, şəbəkə. Çox zəif bir şəbəkə olur, amma böyük bir məsafəni əhatə edir uşaqlar. Bu, hansı ki, çox da güclü interneti sərf etməyən bağlantılar üçün istifadə olunur Zigbee. Aydın oldu. Mənim indi yadıma düşdü şeydən 3G, 4G. 3G, 4G-ni qeyd eləməmişəm burada. Amma elə biləm, heç eləməyə dəyməz. 3G, 4G nədir? Sonra biz hal-hazırda bizim telefonlarımızda 5G-dən istifadə olunur. Amma əvvəllər 2G, 3G, 4G, 5G, yəni indi 5G-dən istifadə olunur. Yəni 2G daha zəif sürəti var idi, amma 3G deməli 2G vasitəsilə 2G təxminən GPS-ə bərabər idi uşaqlar. Hansı ki, bunlar ilə ancaq yazışmaq olurdu. Ancaq mətn yazışması. 5G nə vaxt olmuşdu 5G? 5G-ni təxminən elə biləm 2-3 il bundan qabaq çıxdılar. Çoxdan var 5G əslində. Sürət modem, bir var modemdə istifadə olunan 5G, bir dənə gözləyim. Çünki mən illi işlədirəm 5G deyil, 4G də hələ də ən maksimalı. Onu da heç tutmur. LTE yazır, işte 4G-ni tutmur, 3G 4G plusdur səndə, 5G deyil, 4G plusdur səndə. 5G deyil, heç 4G plus da deyil. Adi 4G-dir. Sənin telefonunda? Hə. Olar. Mən də 5G-dir, yalan deyim. Niyə? O da təzə almışam, ona görədir. Ola bilər ki, bu son bir ilə qədər, bax 5G indi bir dəqiqə 5-ci nəsil texnologiyası var, fikir verin 5G-dən. İndi bax, bunun ili 2019-cu ilə təsəvvür etsə də, 5G, belə desək, mən yadıma gəlir ki, o vaxtda 3G, 4G, 5G şeylər çıxırdı. Bu AZS şirkəti, nə bilim, Baxi şirkəti datakartlar yaradırdılar. Datakart eşitmisiniz heç? Datakart. Bəli. Datakart hansı ki internetə girmək üçün. Sonradan bu moddan düşdü. Çünki hamı evinə keçəcəkdi internet. Mən neylədim? Datakart. Şəkillər vereyim. Bax, belə bir şeydir uşaqlar. Xüsusi internet sürətləri var idi. Məsələn, bax, bunun üstündə 3G plus yazılıb. Bir dənə qoy gözləyim, bunu açım. 3G plus yazılıb bunun üstündə. Baxın, 3G plus yazılıb. Sonra 3G plus çıxdı, 4G çıxdı, nə bilim 5G çıxdı. 5G uşaqlar çıxanda sınıfda çoxdan çıxmışdı 5G. Sadəcə telefonlarda 5G yox idi. 5G indi bilirsiniz nə üçün 5G yaradılıb? Smart evlər üçün. Məsələn, sən evdə deyilsən, yadına düşüb ki, ayda, məsələn, mən Çaçıda qapını bağlamamışam da, çölün qapısını. Məsələn, onlar hamısı Wi-Fi, internetə qoşulur, hamısı. Evdə smartphone ona görə deyirlər ki, evdə hər şey internetə qoşulur. Pərdən belə özün evdən, kənardan idarə edə bilirsən. Pərdədir, tostorandır, qəfədandır, çaynikdir, nə bilim, mikrodalğadır. Hər şeyi çöldən idarə edə bilirsən internet vasitəsilə. Yəni, hamısı Wi-Fi-yə bağlanır və sən orada kilidi, məsələn, evdə oturduğun yerdən, məsələn də, oturub qapını kim döydü, ona da baxa bilirsən. Qlazokdan kim görsənir, ona baxa bilirsən. Belə şeydə smartphone buna əsaslanır 5G-də. 4G-də əsasən video görüntülər üçün istifadə olunmağa başladı. Video görüntü onda ilk dəfə idi. Başladılar video görüntüdən istifadə olmağa. Sonra 3G-də isə uşaqlar əsasən belə deyək də internetdə girib ünsiyyət qurmaq üçün istifadə olunmağa başladı. Artıq şəkillər, nə bilim, mahnılara qulaq asmaq, belə bir şey. Əslində bunların haqqında 3G, 5G beləsinə bunların var. 2G, 3G, 4G, 5G difference. Fərqləri var. Difference yazmasaydım daha yaxşı olardı. Yəni, difference yox da. Bunların özündə daha özəllikləri. 1G heç, 1G sadəcə zəng gedib gəlirdi. İnşallah, sadəcə zəng gedib gəlir 1G-də.
2G-də fikir verin, ancaq mesajlaşma və zəngləşmədir. 3G-də internetə daxil olmaq, sonra chatlaşmaq, kimlənsə danışmaq, zəng etmək. 4G fikir versiniz, video görüntü, artıq burada video görüntülər var. 5G-də artıq smartphone-dan istifadə olunmağa başladı. High speed və yüksək sürət. Onur deyəsən çıxdı. Gəldi Onur. Aydın oldu uşaqlar. Bəli. Mən indi belə izah elədim. Elə biləm bu qədər kifayət edər birinci bölməni işləmək üçün, birinci bölməni. Nəsə orada bilmədiyiniz olsa, yenə də deyərsiniz. Mən A-dən topologiyanı istəyirəm, danışım uşaqlar, lokal şəbəkədə topologiyalar. Onlar yadımdan çıxdı, çox kobud səhv eləyərdim, yoxsa onu danışmasaydım. Gəlin elə burada şəkil üzərində göstərim sizə. Demək, topologiya nədir? Topologiya biz bilirik ki, lokal şəbəkədə topologiyalar var. Hansı ki, şəbəkədə şəbəkədə belə deyim də, kabellərin qoşulma formaları. Şəbəkədə kabellərin qoşulma forması. Topologiya yazın bura, topologiya. Deməli, 3 növ topologiya əsasdır. Əsas 3 növ var. Yerdə qalanları digərlərin əsasındadır, uşaqlar. Yerdə qalanlar digərlərin əsasındadır. İndi burada mən bir dənə maraqlı qəşəng şəkil tapdım. Bunu göstərim sizə. Deməli, baz topologiyası, şin topologiyası deyəcəyik biz buna. Şin topologiyası xətti topologiyadır. Yəni, bir xətt üzrə əsas şəbəkə, belə desək, internet gedir və bütün kompüterlər bu şəbəkəyə qoşulur. Burada fikir versiniz uşaqlar, bunlar taytuşlar kimidir. Necə? Burada bütün kompüterlərin vəzifəsi eynidir. Bütün kompüterlər eyni hüquqa sahibdir. Və burada birinci kompüter, məsələn, 5-ci kompüter məlumat ötürəndə, birinci kompüter, 5-ci kompüter məlumat ötürəndə nə baş verir burada? Yəni 2 də görür onu, 3 də görür, 4 də görür. Yəni bütün millət görür də onu. Belə olan halda uşaqlar, kompüter şəbəkələri, yəni informasiya təhlükəsizliyi artıq söhbət gedə bilməz. Plus da ki, burada şəbəkədə uşaqlar, xətt qırılsa, şəbəkə xətti qırılsa, sizcə kabel, burada internet bir-birinə əlaqələnə bilər. Məsələn, 5-ci kompüter, 2-ci kompüter məlumat ötürə bilər. Xeyr. Xeyr, ötürə bilməz. Oğlanlarımız deyə çıxırlar, belə bir-bir çıxıb gedirlər oğlanlar. Onun nədir problem? Təsiz qırıq-qırıq gəlir. Eşidə bilmirəm. Onda vereyim, Zoom-dan bəlkə link atım, Zoom-dan. Yo, indi düzəldi, indi normal gəlir. Bəxarı internetim pis idi ona görə. Yaxşı. Mən Stardan, yəni ulduzdan danışmazdan və bir dənə ringi danışım sonra. Ring nəyə görə ring deyirlər? Yəni halqavaridir, yəni bir dənə quruq dövrə vurur da, belə desək. Burada olan kompüterlər bir-birinə hamısı əlaqəlidir. Sadəcə elə bir şinin bu 1 ilə 5-ci kompüterdə bir-birinə əlaqələnir, bir dənə yumru əmələ gətirir, dairə əmələ gətirir. Burada hal-hazırda kvadrat formasında göstərilsə də, qoşulma texnologiyası halqaya oxşuyur. Yəni bu kabellər indi küncdə durub deyə belədir. Bunu biraz belə qabağa qoysaqlar halqa formasını verəcəkdir. Burada uşaqlar yenə də şəbəkədə informasiya ötürmək üçün, məsələn, burada ki bu kompüter məlumat ötürmək istəsə, necə burada bütün kompüter, yəni burada olan hansı prinsiplə indi kompüterlər işləyirsə, yenə də burada bir neçə kompüter onun informasiyanı görəcək. Yəni burada informasiya təhlükəsizliyinə söz gedə bilməz. Şəbəkədə kompüterlər çıxanda təbii ki, həmin hissəyə problem yaradırdı. Ona görə də bu topologiya uşaqlar elə də belə desək uğurlu olmadı. Bu arada şin topologiyası əsasən Ethernet üçün istifadə olunurdu. Ethernet belə desək standartı şin topologiyasına çox istifadə olunurdu. Ring topologiyası isə tokenindən daha çox istifadə olunurdu. Amma indi bunlar elə də populyar deyil. Bəzi düzdür, müəssisələrdə ola bilər halqavardan istifadə etsin, bəzi müəssisələr var basdan istifadə etsin, yəni şin topologiyasına. Amma bunlar elə də populyar deyil. Bu dəqiqə ən populyar, ən çox istifadə olunan star topologiyası, hansı ki ulduzvarı topologiyadır. Yəni burada fikir verirsiniz, xüsusi bu ortada bir qurğu var, buna server deyəcəyik və digər kompüterlərdə ondan asılıdırlar. Yəni onlar da müştəri sayılır. Bunlar burada prinsip olur, nə prinsipi? Müştəri və qulluqçu prinsipi. Yəni server burada qulluqçudur, müştərilər də ki digər kompüterlərdir. Yəni server client prinsipi burada işləyir.
Burada təbii ki, kompüterin biri, hər hansı biri sıradan çıxsa problem deyil. Digər kompüterlərin işinə heç bir maneəsi yoxdur, xələl gətirmir. Amma server burada ortadan, sıradan çıxsa, əməlli başda problemdir uşaqlar. Server problemi. Ona görə serveri çalışırlar çox güclü kompüterlər götürsünlər. Çünki o kompüterlər xarab olmamalıdır. Çünki bütün kompüterlər həmin serverdən asılı olurlar. Hal-hazırda ən çox istifadə olunan topologiya star topologiyasıdır uşaqlar. Yerdə qalan ağacvarı topologiyanın mesh topologiyası. Ağacvarı topologiya uşaqlar 2 versus ağac formasındadır. Bax, siz artır, o artır, bu artır. Buna ağacvarı topologiya deyirlər. Bu da elə bu topologiyaların əsasında yaranıbdır. Belə deyək. Mesh topologiyası bütün belə desək, kompüterlər, həmin şəbəkədə olan bütün kompüterlər bir-birinə əlaqələnir. Buna deyirlər tam topologiya və ya da mesh topologiyası. Tam topologiya və ya da mesh topologiyası da deyirlər. Aydın oldu uşaqlar. Mən sizə onu da deyim ki, Şin topologiyasında üstünlüyü, bir də onu deyim sizə yadıma düşmüşkən, Şin topologiyasında şəbəkə kartları ucuz olur, şəbəkə kartları. Onu yadınızda saxlayın. Yəni, onun advantage hissəsidir də. Halqavar topologiyasında məlumat toqquşması olmur, amma Şin topologiyasında məlumat toqquşması ola bilər. Bunu yadınızda saxlayın. Halqavarın da üstünlüyü odur ki, məlumat toqquşması olmur. Yalnız qonşu kompüterə birbaşa bağlı olur, belə desək. Belə. Sonra mən nədən danışım görüm, fikirləşim görüm, nədən danışım oldu. Aktivdən danışdım, passivdən danışdım, aktiv qurğular, passiv qurğu, kapseldən danışdım. Sonra burada kabelin növlərindən. Uşaqlar, gələn dərsə inşallah baxarsınız da, nə isə başa düşməsəz mənə yazarsınız. Evdə nəyə işləyirsiniz? 12.1, 9.2 hamı gələn dərsdə 3-cü gün mən hamıdan tapşırıqları yoxlayacağam. Aydın oldu? Oldu. Yaxşı, uşaqlar, sağ olun. Sağ olun, sağ olun. Sağ olun.